ox atanlar, mən ox atanla məsələn heç vaxt düşman olmaq istəmərəm də. Niyə? Çünki ox atan bürcündə olan insan ən xilaskar insan sayılır. Onlar düşmənliyi də mərc eləyir. Ox atanın çox üstün tərəfləri var həyatda. Sevgi baxımından bəli idealdır. Dostluq baxımından da idealdır. Amma bir məqam var ki, bir ox atan bürcündən olan insanlardan bax bunu yaxşı yadında saxla. Düşman ola bilmirsən sən, bacarmırsan. Ox atan həyatda ən xilaskar bürc sayılır. Onların bir dənə şarmı, bir dənə zövqü var ki, o zövqə sən heyran qalırsan. Ox atanı əldə etmək məncə hər insan bunu bacarmır. Əgər bacarırsansa, inan ki, dünyada heç kimə ehtiyacın yox. Sahiblənməyi bilir və hər zaman sənin həyatında böyük bir özgüvən yaradır. Səni yıxıldığın o qaranlıq çuxurdan əlinlə dartır çıxardır. Çünki ox atan dünyanın ən fədakar bürcüdür. Bax, bunu heç vaxt unutma.